Bipal E09 avtomobilini test yürüyüşünə aparıram. Bazarda Li L9'un birbaşa rəqibi. Mən sizə deyirəm, bu avtomobil L9'u yıxıb sürüyəcək. Səbəbləri biraz sonra. Çin bazarında yaxşı məhsul olduğu zaman elə özləri də bir-birlərini kopyalayırlar. İçi bildiyiniz Li L9 avtomobilidir. Buradan padnosu, buradan ekrandan idarə edə bilirsiniz. İngilis dilində menüsü, orta konsolu reyslərin üzərində yeriyir. Açılan panorama tavanı var. S9 yalnız 6 yerli olur. Birinci və ikinci cərgədə qızdırıcı ventilasiya masaj və üçüncü cərgədə qızdırıcı mövcuddur. Satıcı sərnişinsiz parking funksiyasına qoydu. Sonra test yürüyüşünə mən özüm keçəcəm. Orada yeri seçmişik. Avtomobil özü park edəcək. Bu funksiyanı mən sizin üçün bir neçə avtomobillərdə artıq göstərmişəm. Çində bu adi bir haldır və çox rahatdır. Əlbəttə ki, parkingdə olan bu xəttlər öz sözünü deyir. Avtomobil hiss elədi ki, mən yaxınlaşıram və özü dayandı. Avtomobil ardıcıl hibriddir. Li avtomobili ilə eyni sistemdir. Mühərrikin gücü 362 kW. Bu da təqribən 32 kW Li'dən güclüdür. Michelin təkərləri 2 cür 21 disk seçimləri var. Materiallara nəzər yetirək. Qapıda süni dəri, burasında süni dəri, burada süni dəri ilə işlənib. Sükanında təbii dəridir. Ekrandan tənzimlənir. Tavan hissəsi alkantaradır. Bütöv görürsünüz. Oturacaqları napa dəridir. Burada qol altında bu soyuducudur. Gördüyünüz kimi böyüdür. Avtomobilin L9 ilə müqayisədə bir mənfi cəhəti odur ki, tam elektrikdə 210 km məsafə qət edir. Baxmayaraq L9'da 280 km-dir. Düşünürəm siz də L9'da qarışıq rejimi istifadə edirsiniz. Bu avtomobildə qarışıq rejimdə 7 litr 100 km sərfiyatıdır. Bir üstünlüyü odur ki, 92 benzindir. Yəni müqayisə etdiyiniz zaman demək olar ki, L9'dan daha sərfəli, əlverişlidir. Əgər qiymətinin aşağı olmağını istəyirsinizsə, arxa ötürücü versiyasını seçə bilərsiniz. Səs izolyasiyası avtomobildə yaxşıdır, çünki şüşələri 2 qatdır. Pnevma askısı eləlik avtomobili ilə eyni marka brenddir.